Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Fevral ayının 25-i Ramazan ayının 7-ci günüdür. Fevralın 25-də imsak vaxtı saat 05:56, iftar vaxtı isə saat 18:41-dədir. Ramazan ayının 7-ci gününün imsak duası belədir. İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm. Ey yolunu azmışların hidayətçisi. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.